Zaman gələcək ki, dövrünün Şeyx Nimri, Mandellası, İmam Xomeynisi olan bu şəxs böyük hadisələrə imzası ilə tarix yazacaq. Taleh Bağırzadə haqqında dövrün mətbuatın işıqlandırdığı məlumatların fonunda ilahiyyatçı, ziyalı, islahatçı, siyasi dünya görüşü ilə fərqlənən bir insan dursa da, həqiqətən də o ömrünün gənc yaşlarını vətəni, xalqı və dini üçün bütün çətinliklərə sinə gələn bir insandır. Taleh Bağırzadə Kamiloğlu 23 iyun 1984-cü ildə Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açır. 3 qardaşın sonuncusu olan Taleh, ailənin ciddi qaydaları çərçivəsində tərbiyələnir. İbtidai təhsil dövründə dərs əlaçları sırasında yer alaraq, o təkcə iti zəkası ilə deyil, əxlaqi göstəriciləri ilə də diqqət çəkir. Təsadüfi deyil ki, xüsusən mənəvi dəyərlərin təsiri erkən yaşlarından onda inanca qarşı da özəl bir sevgi yaradır. Orta məktəbi bitirdikdən sonra 2002-2006-cı illər arası ilahiyyatçı Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsilə yiyələnir. 2008-ci il hərbi xidməti başa vurduqdan sonra Taleh 2005-ci ildə başladığı ibtidai dini bilgilərini davam etdirmək üçün İranın Qum şəhərinə yollanır. 2010-cu il, 2011-ci ilin mayınadək ilahiyyatçı İraqın Nəcəf şəhərində dini təhsilə yiyələnir. 2011-ci il mayın 5-də dönüşündən bir neçə gün sonra Taleh Bağırzadə ölkədə baş qaldıran hicab qadağasına etiraz olaraq Təhsil Nazirliyinin önündə hicab qadağasına yox aksiyasında təşkilatçı və iştirakçı səbəbindən həbs edilir. 2012-ci ilin noyabrında azadlığa çıxan ilahiyyatçı bir neçə ay Həzrət Əbəlfəz məscidində xüsusi həyat yükü daşıyan moizə çıxışlar edir. Böyük kütlənin qısa zamanda toplandığı bu nöqtəyə hakimiyyətin ciddi narahatlıq mənbəyi olaraq diqqətə gəlir. Elə bu səbəbdən də 2013-cü ilin martın 31-də Taleh Bağırzadə növbəti dəfə saxlanılır. 2015-ci ilin iyulunun sonuna qədər sürən bu həbs dövründə o Müsəlman Birliyi hərəkatını qura bilir. Həbsdən çıxdığı qısa dövrdə də böyük həyat yükünü çiyinlərində daşıyan islahatçı ruhani üçün asan olmur. Həzrət Əbəlfəz məscidində Aşura çıxışı tarixi hadisələrdən biri olaraq ciddi rezonansa səbəb olur. Oktyabr və noyabr aylarında isə Hacı Baxışı məscidində hakimiyyətin ifşa edici çıxışları isə rejimin 2015-ci il qanlı nadaran hadisələrini törətməklə onun növbəti dəfə həbsinə rəvac verir. Dəhşətli işgəncələrlə müşayiət olunan istintaqda yaşananlar elə ilahiyyatçının dilindən məhkəmələr dövründə səsləndirilir. Bütün saxta ittihamları rədd edən Taleh Bağırzadə hakimiyyətin azad düşüncəyə yönəlik adamlarını ölkədə diktatura rejiminin daha möhkəm repressiyalar yaratması ilə əlaqələndirir. Aylarla sürən məhkəmə iclası 25 yanvar 2017-ci ildə Taleh Bağırzadəni 20 il azadlıqdan məhrum etməsi ilə nəticələnir. 4 oğul atası ilahiyyatçı bu gün də həbs həyatında olmasına baxmayaraq, ölkədə əhəmiyyətli hadisələr daxil dünya səhnəsində baş verən olayları yaxından izləyir və öz mövqeyində təkcə seyirci deyil, eyni halda iştirakçı olaraq dəyərləndirməsini aparmaqdadır.